Və tavana baxdığımızda da, tavanda da giriş hissə daha çox zərbəyə məruz qalıb. Gördüyümüz dağıntıların olduğunu müşahidə edirik. Panellər tökülüb. Var və xoşbəxtlikdən zalda çox adam olmuyor. İlkin informasiyaya görə 2 nəfər xəsarət alıb və təkcə bu hissə yox, zəhmət olmasa digər tərəfdə göstərir. Digər tərəfdə, yəni giriş hissədə də, terminalın giriş hissəsində də zərbənin gözləmə zalına sərnişinlərin oturacaqları qoyulan hissəyə düşməməsi. Hadisə ilə bağlı şöbəmizə 4 nəfər müraciət edib, vəziyyətləri stabildir, ilkin müayinələr olunub və şöbələri yerləşdirilib. Bu 4 xəsarət alandan 2 nəfər baraq travma alıb, 2 nəfər isə kürək nahiyəsinin küt travması alıb. Vəziyyətləri stabildir, növbəti şöbədə müayinələr və müalicələr olunacaq, vəziyyətləri stabilləşəndən sonra evlərinə gedə biləcək, yazılacaq. Babacan vırı! Fırdı bıla fırdı! Oya fırdı! Ay Allah! O yandan geldi, o yandan. Ben de deyirəm, Babacan vırı! Fırdı bıla fırdı! Oya fırdı! Ay Allah! o yandan geldi, o yandan.